Günlük bürc proqnozu 14 noyabr 2025. Qoç. Bugün sizə təsir edən heç nəyi içərinizdə böyütməyəcəksiniz. Hər şeyə sanki bir addım arxadan baxacaq və qırmaq əvəzinə səssizcə kənara çəkilməyi seçəcəksiniz. Gözlənilmədən eşidəcəyiniz bir fikir sizdə "mən artıq bunu qəbul etmirəm" hissini qəti hala gətirə bilər. Axşam saatlarında öz ritminizdə heç kimə cavab vermədən yaşamaq ehtiyacı güclənəcək. Buğa. Bugün başqalarının davranışları sizə artıq dərs kimi yox, sübut kimi təsir edəcək. Səssiz müşahidə sizi doğru qərara aparacaq və siz bunu kiməsə izah etmək ehtiyacı duymayacaqsınız. Maddi və şəxsi məsələlərdə sərt olmayan, amma kəsici şəkildə sərhəd qoymaq mümkündür. Axşam yüklüyü üstündən atmış kimi bir yüngüllük hiss edə bilərsiniz. Əkizlər. Bugün sözlərdən çox düşüncələr işləyəcək, danışsanız belə seçərək danışacaqsınız. Heç gözləmədiyiniz bir şəxs və ya fikir gündəminizi dəyişdirə bilər və siz buna uyğun adaptasiya olacaqsınız. Heç kimin təsirinə girmədən öz qərarınızı içinizdə formalaşdıracaqsınız. Günün sonunda iç sükutu sizin üçün rahatlıq rolunu oynayacaq. Xərçəng. Bugün sizi narahat edən heç bir mövzuya boyun əymək niyyətində deyilsiniz. Kimin sizə yük, kimin isə dayaq olduğunu indi daha aydın görürsünüz. Ailə və şəxsi münasibətlərdə gizli qalan niyyətlər özünü göstərməyə başlaya bilər. Axşam öz daxili məkanınıza çəkilmək sizi toparlayacaq. Şir. Bugün heç bir mübahisəyə girmədən mövqeyinizi qorumaq gücünüzü göstərmək üçün kifayət edəcək. İnsanların reaksiyası sizi yolunuzdan geri döndərməyəcək. Günün gedişatında özünüzə olan hörmətinizi artıran kiçik bir təsdiq ala bilərsiniz. Axşam özünüzlə rahat qalmaq, kimsə ilə fikir mübadiləsi etməmək istəyi üstün olacaq. Qız. Bugün beyninizi məşğul edən məsələlərə sadələşdirilmiş gözlə baxmağa başlayacaqsınız. Detalları yığışdırmaq, lazımsız yükləri buraxmaq istəyiniz güclənəcək. Kimsə sizdən cavab gözləsə də siz hər şeyi dərhal aydınlaşdırmaq niyyətində olmayacaqsınız. Axşam planlı sükut sizin üçün ən düzgün seçim olacaq. Tərəzi. Bugün danışmaq yerinə məsafə qoymaqla vəziyyəti nəzarət altında saxlayacaqsınız. Önəm verdiyiniz bir mövzuda qarşı tərəfin nə düşündüyünü gözləmədən anlaya biləcəksiniz. Qərarınızı hələ səsləndirməsəniz də artıq içdə bağlanma baş verib. Axşam enerjinizi heç kimə paylaşmadan qorumaq istəyəcəksiniz. Əqrəb. Bugün pərdə arxasında olan şeylər bir-bir üzə çıxır və siz bunlara sükutla şahidlik edirsiniz. Kimin necə biri olduğunu artıq soruşmağa ehtiyac yoxdur, zahiri davranış kifayət qədər danışır. Eşidəcəyiniz kiçik bir söz sizdə tamamlanma effekti yarada bilər. Axşam heç bir mübahisəyə girmədən məsafənin dəyərini anlayacaqsınız. Ox atan. Bugün daxildə yenilənmək istəyi daha qabarıq şəkildə özünü göstərə bilər. Uzaqdan gələn xəbər və ya plan dəyişməsi həyatınıza yeni şəklə düşən kontur kimi təsir edə bilər. Artıq köhnə suallara qayıtmaq yox, irəli yönəlmək istəyəcəksiniz. Axşam öz temponuza çəkilmək sizi sakitləşdirəcək. Oğlaq. Bugün özünüzə aid olmayan heç bir məsuliyyət daşımaq istəməyəcəksiniz. İllərdir içdə yığılan təcrübə indi qərar kimi üzə çıxır. Kimsənin sizi yönləndirməsinə icazə vermədən öz seçiminizi içdəncə bağlayacaqsınız. Axşam prinsiplərinizə uyğun qalmağın verdiyi rahatlığı hiss edəcəksiniz. Dolça. Bugün insanların gizli niyyətləri gözünüzdən qaçmayacaq və buna görə davranışınızı dəyişdirəcəksiniz. Susaraq məsafə saxlamaqla öz gücünüzü göstərmək mümkün olacaq. Yeni tanışlıq və ya gözlənilməz fikir diqqətinizi cəlb edə bilər. Axşam özünüzü geri çəkmək sizi yüklənməkdən qoruyacaq. Balıqlar. Bugün intuisiya sizi yenə səhvsiz istiqamətə yönləndirəcək. Qarşınıza çıxan təsadüf əslində sizin üçün xəbərdarlıq rolunu oynayacaq. Münasibətlərdə artıq yumşaqlığı yox, özünüzü qoruma ehtiyacını önə çəkəcəksiniz. Axşam tək qalmaq bir ehtiyac deyil, rahatlama vasitəsi olacaq.